Daxili İşlər Naziri cənab Vilayət Eyvazov çox hörmət elədiyimiz, qeyrətli, şərəfli nazirimiz. Cənab nazir, gün aprel ayının 11-idir. Mən Lənkəran meyrosunun qabağındayam. Bir həftə bundan öncə gəldim mən Lənkəran meyrosuna, bir köhnə 01 almışdım. Düzdür, özləri bir 70 minlik, 80 minlik, yəni 110 minlik maşınlar sürürlər. Nömrəsi də 42 təkrar nömrəsi. Maşının qiyməti, mənim 5 dənə 11-in qiyməti deməkdir. Cənab nazir, mən keçən həftə gəldim maşınıma format eləməyə. Mənim maşınımın kurşitilinə, köhnə 11-dir də, bax. Daha burada dayanan 11-də, Astanovkada. Arxadan kurşitinlə nəminə soxdular, ekologiyanı nəm, körrü, nə bilim, nəm, apteskası yoxdur. Biz bunu qanunla eləyirik, qanunla aformat eləyirik. Ged bunları qoy yoluna, gəl. Valla elə rəftar elədilər, elə bil ki, biz erməniyik, ya bizim, nə bilim, balalarımız erməni ilə vuruşmayıb. Qalxdım Kamran müəllimin yanına rəisinə, dedi, valla biz qanunu işləyik, qanunla. Ha, deyirəm, ay Kamran müəllim, burada insanlar var. Valla motorun nömrəsi yox, Kuzanın nömrəsi yox. Bir dənə arayışsız. Ondan sonra qeyri-qanunu alırlar pulu burada. 700-800 manat pulu alırlar. Elə naxadı yoluna qoyurlar, gedir. Qayıtdı mənə dedi, yox biz belə nə bilim nə. Deyirəm, ay Kamran müəllim, mən 2 dənə övlad vermişəm vətən üçün. Məni niyə süründürürsən ki? Köhnə 11-də, 85-ci ilin 11-i. Xahiş edirəm, bunu aformat elə. 200-300 manatda gəlib 200 manat pulu aformat eləsinlər də. Yox, çıx gedi, nə bilim nə, kobud rəftar elədi. Nəysə gəldim ki, çıxdım getdim Callabada. Eləmədilər. Ha, eləmədilər 50 manatdan sonra da. Onlar 350 manat istədi. Məndə sözümüzü 200 manat pulum var idi. Eləmədilər. Eləmədilər. Gələn həftə, bu gün ayın 11 aprel. Maşın da durub Astanovkada. Gəldim. Bir dənə dəllal var. Dəllala xahiş elədim. Dedim, mən getməyim. Məni görürlər. Vallahi bir şəhid ailələrini görürlər. Bunlar dəli olurlar da. Konkret bunlar yaxın buraxmırlar. 50 manat puldan sarı. Bu maşında bu da getdi, saxladı bu da. Verdim dəllala. Nəysə 350 manat verdim dəllala. Dəllal getdi, girdi içəri. 2 dəqiqə aformat elədi qardaş. Nə ora baxdılar, nə bura baxdılar. Mən də düşdüm şeyin qabağında. Lənkəran meyrosunun qabağında bu daha. Burada durub gözləyirəm. Maşın 2 dəqiqə aformat elədi. Getdi, saxladı. Bu da Astanovkada. Köhnə görünür 11-də. Mən başa düşə bilmirəm bu şəhid ailələri bunlara neyinib. Nüjeni bizim 50 manatlıq, bizim dəyərimiz yoxdur Kamran müəllim üçün. İlqar müəllim var orada. Kamran müəllimin mavini. Oturub orada müəllim. Allaha and olsun cənab nazir, cənab prezident. Mənim yanımda keçən həftə gələndə. Mən durmuşam, deyirəm şəhid atasım, deyir gözlə. Qoyub telefonu qulağına, deyir mənim oğlum xaricdə, Avropada hansısa böyük bir universitet oxuyub. Hələ o institutuna az qalır bu il diplom almağa, ona iş axtarır, iş düzüb qoşur. Yəni bu xalqın puludur da, bu harda mənim övladım niyə oxumur ki xaricdə? Mənim övladım niyə təhsil almır xaricdə? Bəli, bu cəmaatın haram yırtığı pullardır da bunlar. Xahiş edirəm sizdən cənab prezident, cənab Vilayət Eyvazov, çox hörmət qoyduğumuz 5-6 gün bundan qabaq Callabadda da oldunuz. Görüşdük də, siz bizim cəmiyyətin sizə böyük hörməti var. Xahiş edirəm bu haqda bir tədbir görəsiniz.